Şabran rayonunun Zeyvə kəndində Zoğal bağında narkotik bitkilər yetişdirən şəxs tutulub. Daha bir rayon sakininin üzərində isə tiryək aşkar edilib. Şabran rayonunun Zeyvə kəndində yaşayan Zaur Şıxveyzov öz pay torpağında Zoğal bağının kolluq hissəsində narkotik bitki olan 15 ədəd çətənə kollu əkib. Məlum olub ki, ümumi çəkisi 900 qram olan həmin kollara agrotexniki qulluq göstərilərək becərilib. Zaur Şıxveyzov rayon polisi tərəfindən tutulub. Bundan başqa Şabran şəhər sakini Səxavət Kərimov rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 2,624 qram narkotik maddə olan tiryək aşkar edilərək götürülüb. Yaşadığı ünvanda axtarış apararkən isə evindən 695 qram narkotik maddə olan tiryək aşkar edilib. Hər iki faktla bağlı Şabran rayon polis şöbəsində araşdırmalar aparılır. Şaxdağ qış yay turizm kompleksindən oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi